Herkese yeni bir vlogdan salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günlərə yeni bir vlog başlayıram. Kanalıma və yeni vloguma xoş gəlmisiniz. Baxın qızlar, son halda belə görsəniz oldu qızlar. Məncə qəşəng oldu, hə? Tam belə yaz havası gəldi sanki, belə çiçəkli falan. Bir də ki qızlar, bunun üstündəkini tam bütövdə sərə bilərsiniz. Sadəcə mən belə ranır kimi sərməsədim, məncə belə daha yaxşı görsənir. Bütöv sərsədim, altının çiçəyi falan heç görsənməyəcəkdi. Ona görə istədim ki, belə olsun. Sadəcə olaraq bunun bir mənfi cəhəti var ki, çox nazikdir həqiqətən, amma ki materialı falan çox gözəldir. Kaş ki bu qədər nazik olmasaydı. Yəni bizdə hətta orada qırmızı balışlar deyən, ona görə altından elə rəng görsənir. Yəni altını bilindirir həqiqətən. Amma belə də qəşəngdir. Yəni mən bəyəndim. Belə otağa rəng qatdı. Asküldə isə sən deməmişəm oradakı yemək yemə. Nə yeməmişəm dedim sənə. Az yalan danışmaz, əsəbdən ağzımın suyu daxili. Yalan danışan tükürürsün. Sən dedim mən yeməmişəm. Az, o günlər onun isə də gör ki, sən mənim yeməyimi yeyirsən orada. Patilərime and olsun ki yeməmişəm. Az yalan danışmaz, bəsdir azdır, bəsdir. Deməli qızlar, iftar yeməyi hazırlayıram. Orada belə kartofla, ətdir, soğan da elə qoymuşam. Bir də ki, keçən səfər eləmişdim sizə, buralara belə fikir verdim. Halbuki, yəni indi təmizləmişdim, yenə bu daşdı, belə buralar batdı. Nəysə. Keçən səfər eləmişdim düyü şorbası. Onun ətlərini axı köftə formasında eləmişdim. Bu səfər elə eləmədim. Prosta belə qarışıq qovurdum. İndi isə bunu ala bilirəm onun üçün də. Məncə belə də daha yaxşı olar. Yəni qovurmağa o qədər də ehtiyac yoxdur. Yumrulanmağa daha doğrusu. Baxın belə. İndi bunu da bunu əlavə edirik. Belə. Mən keçən səfər çox bəyəndim həqiqətən. Həm mən, həm yoldaşım. Yəni dəhşət bəyəndik. Ona görə dedim ki, biraz gündə yenə onu bişirim. Yəni görürsünüz içində ətlər sanki elə kefdə olunmuş kimidir. Bunlar biraz çox qatıdır. İndi buna az da olsa biraz su əlavə etməliyəm. Belə oldu hazır. Bir də ki qızlar, bugün istəyirəm ki, şəkərpare ilə paxlavanı hazırlayım. Artıq sabahlar çərşənbədir və mən heç nə eləməmişəm. Yəni 2 gündür bala qızları ilə falan gəzməyə çıxdım. Sonra mama gilə falan getdik deyə. Ona görə yəni çox da evdə ola bilməmişəm. Yeməğimizi yedik, yığışdırdıq. İndi isə keçmişəm paxlavanı hazırlamağa. Burada belə içliyim hazırdır. O da hazırdır orada. İndi isə onu götürürəm, başlayıram yavaş-yavaş xəmirimi açmağa. Paxlavanı hazırlayım. Ondan sonra keçirəm şəkərparəyə. Saat da 11-dir. Yəni ki, saat 2-yə qutararam yəqin. Bunun da son halı belə görsənir. İndi bunu qoyuram sobaya, biraz bişsin. Sonra isə yağını və şərbətini əlavə edirəm. Bitir və saat artıq 1-ə qalır. Demək olar ki, yəni 1-dir. İndi isə mən keçirəm şəkərparəyə. Qızlar, mətbəxin son halını görmək istəyirsiniz. Yəni təsəvvür edin ki, bir keksə kullanı batıran insan bura paxlava bişirirsə nələr ola bilər yəni. İndi onu görəcəksiniz. Yəni bura baxın bir dənə. Elə bir ki, burada bir dənə belə kimya dərsi zadı keçmişəm nəsə bir dərman zat hazırlamışam. Nəysə, buraları boş verin, gəlin bir paxlavaya baxaq. Paxlavam da son halı belə oldu. Əslində paxlavam bu dəfəki xəmirindən xoşum gəlmədi, çünki başqa reseptini elədim. Amma mən keçən dəfə eləyəndə hansı ki bayramdan çox qabaq eləmişdim, short videolarda paylaşmışdım. Həmin o resepti Elmira xanımın reseptini eləmişdim tam başdan sona qədər. Yəni çox qəşəng olmuşdu o həqiqətən də, amma bu xəmirini başqa yerdən götürdüm bu dəfə. Ona görə o qədər də xoşum gəlmədi bunun xəmirindən. Bilirsiniz necə oldu? Belə biraz çox köpdü də xəmiri. Amma keçən səfər elində yəni belə köpmə falan olmamışdı. Çox qəşəng bərk idi. Nəysə də bu dəfəlik belə olsun. Bundan sonra amma Elmira xanımın reseptindən hazırlayacağım. Ümumiyyətlə hər şeylə şəkər vuranda o reseptini hazırlayıram. Sadəcə olaraq bunu niyə belə elədim bilmirəm. Nəysə amma sonuç olaraq yəni paxlavadırsa paxlavadır. Qızlar, burada isə xəmirimi hazırlayıb qoymuşdum salfanda soyuducuya. İndi xəmirim tam hazırdır və başlayıram bunları kündələyib bəzəməyə. İkisini eləmişəm. İnşallah ki, onlar bişəndən sonra da belə qalır. Gələ
Belə amma çox qəşəng görsənir. İndi naxışları pozulmasa. Və burada da eləməli olduğum gündələr var. Saat artıq 3-ə işləyir, yoxsa 3-ə qalır. Yəni saatdan xəbərim yoxdur. Bunları da həll eləməliyəm. Herkese yeni bir günden salam kızlar. Bugün artıq çərşənbə günüdür. Son çərşənbəmizdir, torpaq çərşənbəmiz. Bu münasibətlə hər birinizi təbrik edirəm. Düzdür, bu vlogu bugün paylaşmasam da yenə də təbrik eləmək istədim. Axşam mən bildiyiniz kimi şəkər buranı bitirdim. Hardasa saat 6 idi, yoxsa 7-yə işləyirdi belə. Yatmağa getmişəm. Təsəvvür edirsiniz, yəni bütün gecəni oyaq qalmışam. Şəkər buranı eləmişəm, paxla vermişəm. Nəysə qızlar, onlar da qurtardı, yəni biraz rahatlaşdım. İndi isə istəyirəm ki, salatı falan belə hazırlayım. Burada da belə salatın ərzaqlarını yarısını qaynatmışam. İndi qalıb bir qismi. Burada əslində yumurta qoymuşdum ki, uşaqlar üçün boyuyum. Amma ki, ikisi çartlayıb. Nəysə, qalanını boyuyum. Onları məktəbinə xonça falan hazırlamalıyım. Belə, çox da belə bir yemək pişirməyəcəm qızlar. Sadəcə olaraq aş eləmək istəyirəm, şahplov. Bir də ki, 2 növ salat eləmək istəyirəm. Bir də ləvəng eləmək istəyirəm. Yəni belə çox da artıq israfçılığa ehtiyac yoxdur. Yəni çox da yeyilmir, yəni ona görə. Ki qızlar, burada belə tema bağlamam var. Bir məhsuldur, indi onu göstərərəm sizə. Burada isə belə Emsondan olan bir məhsulumuz var. Bunu təzə almışam qızlar, hansı ki məndə yumurta qablarım vardı. Bax, o materialdadır, yəni o kolleksiyaya aid bir şeydir. Nəysə, görmüşkən elə bunu da aldım. Belə, indi bunları açım göstərim sizə, həm də özümdə açım, yerləşdirim yerlərinə. Gecə yatmamışam deyə biraz yorğunam. Kərbəra əslində məni çox yordu, yoxsa belə çox da yorulmalı bir şey yox idi. Sizə də kəsəydim, yəni bunu kəsəcəydim. Nəysə, bu bilirsiniz də, yəni qızlarla masa üçün belə ranırdım. Salfetkalarını qoyanda, yəni masanın orta hissəsi boş qalmasın deyə belə. Bunun hətta məndə mavi rəngini görmüsünüz. Bir də ki, qızlar, məndə belə bir səhrai rəngi də var. Baxın belə. Və mavi rəngi. Yəni bunlar çox qəşəngdir. Hətta bunun başqa rənglərini də alacağım inşallah gələcək zamanlarda. Belə, bu günləri süfrəmizdə isə bunu istifadə edəcəm. Belə səhrai rəngini. Bir də ki, belə çiyələkli salfetkalarım var. İndi isə gəlin sizə Emsondan olan məhsulu göstərim. Yəni bunu görən kimi qızlar çox xoşum gəldi də həqiqətən. Hətta bu seriyanın bir dəsti də var idi, tort qabı dəsti var idi. O da belə çiçəkli boş qabı var idi və çiçəkli ayaqlı belə tort qabısı var idi. Onu təəssüf ki almadım. Yəni tam belə Novruz abu havası var bu qızlar. Baxın hələ bir dənə bunun gözəlliyinə. Çox gözəldir həqiqətən. Bunun hətta yaşıl rəngi var idi. Bənövşəyi rəngi bilmirəm var idi mi yoxsa yox. Amma yaşılı yadımdadır ki var idi. Belə qiyməti də 14.50. Hətta bunları orada çəkmişəm sizə. Keçən vlogda baxmış olarsınız yəqin ki onlara. Belə, bunları belə çərəz qabı kimi, belə salatda qoymaq olar. Yəni çox gözəldir həqiqətən. Bunlar, yəni telefonda bəlkə o qədər yaxşı gözəlliyi görsənmir, amma canlı o qədər gözəldir ki, rəngləri çox soft rəngi var həqiqətən. Belə üçlü bir şeydir. İndi bunları isə istəyirəm ki, bu günləri Novruz bayramı süfrəsində istifadə edeyim. İçinə belə ləpə falan yığaram. Qəşəng. Hətta o qənd qablarım var idi yumurta formasında. Yəni çox qəşəng bir süfrə düzəltmək istəyirəm. İnşallah yeməklərimizi, salatlarımızı eləyək sonra. Mən artıq başlamışam salatı hazırlamağa. İlk növ salatı hazırlamaq istəyirəm qızlar. Bir mimoza salatı, bir də ki hansı qat-qat salatı, çondur salatı deyirlər. Nar salatı deyirlər, amma ki narsız da, yəni belə keçən bloklarda hazırladığım salatdan. Aha, belə salatlarımı da hazırlayım, sonra keçirəm artıq yeməyimi hazırlamağa. Salatlarım da hazırdır. Mən də çox qəşəng oldu. Salatı çox bəyənirəm qızlar, mimoza salatı. Yəni bunu yoldaşım bəyənmir. Bunu sırf özüm üçün hazırlamışam. Yəni bunu çox bəyənirəm. Yoldaşım isə onu bəyənir. Nəysə, belə. Bir də ki qızlar, mən axı deyirdim ki, süfrə hazırlamaq barədə səhrai yumurtalarımı çıxardım. Keçən vlogda göstərdiyim sizə şkafı düzənləndə bayrama aid aldığım qabları. Bunlarımı çıxardım, yoxsa bu dəfəkinin torpaq çərşənbəsi daxı biraz krem qəhvəyi tonlardan mı eləyim, bayrama isə səhrai tonlarda eləyərəm. Yəni düşünürəm ki, eləyim, çünki indi o səhrayları çıxarsam, bayramda da eyni şey olacaq, yəni eyni süfrə olacaq. Yəni təkrar olmasını istəyirəm.
Baxın qızlar, masamızın da son halı belə görsənir. Yəni çox xoşum gəldi həqiqətən. İnşallah ki, Novruz bayramında isə tamamilə səhrai rəngdə olacaq. O da çox gözəl olacaq. Nəysə, belə. Hətta baxın qızlar, səmənin də elə bir qaba qoydum ki, yəni tam masaya uyğun olsun. Onun öz qabı səhrai idi, yəni uyğun deyildi ona görə. Baxın belə. Yəni son nəticə məncə çox gözəl görsənir. İndi bura gətirib salatlarımı və yeməklərimi də düzəcəm. Olacaq gözəl. Yəni tam qəşəng istədiyim kimi. Hətta biraz üstdən göstərim. Yəni çox qəşəng görsənir. Kameradan o qədər də bilmir, amma belə canlı dəhşət gözəldir, yəni həqiqətən. Belə bu salatımızı hələ ki buradan qoyuram. İndi tam axırda belə yerləşdirəcəm. Gedim o birisiləri gətirəm. Bunu isə qızlar istəyirəm ki, baxın belə bura qoyun. Aha. Toyuğumuzu bura qoyaq. Hələ ki belə görsənir. Qızlar özümü lap belə toylarda kafsiyatlar kimi istəyirəm. Belə şahpulov gələndə. Nəysə, şahpulovumuz da belə. Bunu isə buradan qoyum. Çünki onsuz da biz burada oturacaq. Yəni uşaqlara da belə buradan özüm bölüb verəcəm. Belə. Yəni çox gözəl görsənir həqiqətən. Maşallah. Həqiqətən çox gözəl oldu. Burada isə belə bir kebabdır. Yəni azdır. Çünki mən ürəyim istədi. Ona görə yoldaşıma dedim, aldı, gətirdi. Belə. Məncə də başqa bir şey qalmadı bura əlavə olmazsa. Bir də kompotumuz qalıb. Aha, tamam. Son olaraq kompotumu da gətirirəm, bitir. Belə suyumuzu da qoydum. Bitdi. 3 dənə deyim. Mən də. Sen vurun. Sen vur. Benimki. Sanki kırıldı. Var. Biz inanmam lazım. Ne koydun? Gətir. İşimə gücüm baxanda qızarıb. Bunları axşam tək buraxmayayım deyə düşmüşəm bunların dalına ki, yəni papaq atsınlar, heç olmaya həvəslərini alsınlar. Qızlar, bu günləri buranın kravatları gəlir. Əslində mən 25-i gözləyirdim, çünki bizə 25-i demişdilər. Amma dünən axşam yoldaşım dedi ki, bəs bugün, yəni sabah üçün də bugün üçün gəlir. Nəysə, yəni onların da gəlməyini səbirsizliklə gözləyirəm həqiqətən. Çünki neçə vaxt gözləyirdim, hətta özümü 25-ini fokuslamışdım ki, 25-i birdən tez gəlib çatsaydı, kravatları gələrdi. Nəysə, bu günləri gəlir. İnşallah axşamüstü gələcəklər. Onlar da gəlsin bura quraşdırılsın. Amma ki, onun üstünün tülünü falan hələ ki, heç nə almamışam. Dedim ki, kravatlar gəlsin, quraşdırılsın. Ölçüsünü falan götürüm, sonra gedim alımda. Yəni, belə gedib alsam, birində ya uzun olar, ya qısa olar. Yəni, tam tuttura bilmərəm. İndi isə buralar belə səliqəyə salmışam. Sadəcə qalıb buralar bilən tostaranlamaq. Buraları tostaranayım, opşu yuxarını. Belə də, yəni, gündəlik işlər, evlər tostarandan sil, süpür, yığışdır, yəni, belə. Qızlar, hava da artıq qaralır. Yoldaşım da zəng eləmişdi ki, konum atım. Uşaqların kravatları da gəlir. Orada. Qonşumuz orada təzə ağac alıb deyəsən. Nəysə. Deməli, qızlar, əslində biz də istəyirik həyətə at falan əkək, hətta qazon falan əkək. Sadəcə olaraq hələ ki sifariş eləməmişik, axtarıq əslində ağaclar. Yəni belə meyvə ağacı falan istəmirik, sadəcə olaraq görünüş tipli, yəni dekorativ tipli ağaclar istəyirik. Daha da heç nə hazırlamayacağam, çünki dünəndən qalan aşımız var, toyuğumuz var və salatlarımız var. Yəni dünənki yeməklərimiz demək olar ki qalır, yəni çox az bir qismini yemişik. Ona görə əlavə hazırlayım ki, yəni qalmasın sonra yeməklər, onlar da yeyilsin. Nəysə, əslində qızlar, dünənlər o qədər yorğun idim ki, təsəllün ondan öncəki gün, indi vlogda görmüş olarsınız ki, saat neçədə yatmışam. Yəni 1 saat yuxu yatmışdım, dəhşət yorğun idim və səhəri gündə təzədən ayağa durub, yəni yemək bişir, salat elə, yəni bunları eləmişəm. Yəni o qədər yorulmuşdum ki, qızlar, oturduq yerə elə ki, beynim belə uyuşurdu da, yəni dəhşət çox yorulmuşdum. Gecə də yatanda sübh vaxtı ayılmamışıq.
Elə imsak yəni qaçırtmışıq, imsak da yeməmişik. Amma ki, yəni belə vəziyyətimiz çox yaxşıdır. Yəni nə mənim, nə yoldaşım belə aclığımız, susuzluğumuz yoxdur. Yəni sanki imsak yemiş yeməyik də, yəni belə. Belə qızlar nəsə çox danışdım. Gedim indi mən də yavaş-yavaş aşağı. Əslində evdə işlərimi də qurtarmışam, hər şeyi yığışdırmışam, tərtəmiz. Belə burada adaptörümü götürüm. Gedim aşağı. Kravatlarımız gəldi və hazırsınız. Kamera etləmədi. Hə. Baxın hələ. Görün necə alındı. Məncə çox qəşəng alındı. Həqiqətən də çox bəyəndim. İndi qaldı bir dənə bunların üstlərinin türləri və işıqları falan, belə dekor balışları falan. Amma ki ona deyim, belə bu divara bütöv tutdu. Yəni mən fikirləşirdim ki, o divara falan belə tablo vurum, amma ki bilmirəm tablonu vura biləcəm yoxsa yox. Yəni ki bu divara falan baxarıq gələcəyini, hələ ki bunların türlərini, işıqlarını falan belə vuraq. Sonra amma belə çox gözəl görsəndə həqiqətən, yəni tam belə uşaq otağı da. Və artıq Ramazanın 28-ci günüdür. Yəni çox təəssüf edirəm həqiqətən. O qədər vaxt tez gəldi, keçdi ki, yəni insan bilmədi ki, hardan gəldi, hara getdi. İnşallah ki, Allah bizə gələn Ramazanı da qismət eləsin həqiqətən. Belə qızlar, vlogumu da artıq burada sonlandırıram. Ümid edirəm ki, xoşunuza gəldi. Əgər vlogumu bura qədər izlədinizsə və bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və yorumlarda fikirlərinizi yazmağı unutmayın qızlar. Özünüzə yaxşı baxın. Hələlik.